Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Məhsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində 4 sot torpaqda bir böyük salı, eyni zamanda 2 böyük otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Kombi sistemidir. Hörmətli və dəyərli insanlar, sizlərdən xahiş olunur videoları bəyənin. Hal-hazırda mən darvazadan giriş hissəsində yerləşirəm. Bax kombi sistemidir, yenidən təkrar edirəm. Bura isə deməli navisin alt hissəsidir. Bax onu da konkretni və dəqiq deyə bilərəm ki, bu həyət evi Seviş qəsəbəsində, yəni Məhsəti qəsəbəsində çox əla bir yerdə yerləşir. Bax necə əla, deməli Asan xidmətin aşağı tərəfində bax olan asfalt yolu ilə gəlmək mümkündür. Bax həmin qəsəbənin girəcəyindədir. Həmin asfalt yoldan bu həyət evinə qədər olan məsafə maksimum 50-60 metrdir. Yəni yerinə görə çox əladır. Yəni bunu mən sizdə hamı bilir. İndi isə bağçasını göstərirəm. Bağçası gördüyünüz kimi 3 tərəfdən böyük hasarı var bağçasının. Bağçasında isə ona yaxın ağac növ var. 12 tonluq baseynin qarşıda görmək mümkündür. Sənədi ilkin sənəddir. Yəni belə deyim də, etibarnamə yolu ilə satılır. Bu həmişə belə olub. Hal-hazırda da bu cürdür. Arxiv arayışı var. İnsə bağça tərəfdən evin xarici görünüşünü göstərirəm. Bax belə bir həyət evinin qiyməti 55.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenə təkrar edirəm, kürsülüdür. 2 qat kubiklə hörülüb. Bura isə deməli badvallardan biridir. Yəni 2 ədəd badvalı var. Bax bu hal-hazırda gördüyünüz badval 4-ün 4-dədir. İnsə bax bu həyət evinin deməli polları ancaq taxtadır, təzə tikilişdir. Polun alt hissəsini görürsünüz hal-hazırda. Bura isə ölçüsünə görə ən böyük otaqdır, badvaldır. Yəni bax bu cürdür, necə görürsünüz. Bax belə bir həyət evinin qiyməti 55.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İnsə mən deməli evə daxil oluram. Dediyim kimi qəsəbə Asan xidmətin aşağı tərəfindən gəldikdə təxminən bax həmin asfalt yoldan bu həyət evinə qədər olan məsafə 50-60 metrdir. Çox yaxınlıqdan, yəni 50-60 metrliyindən deməli 11 və 20 amaçlar işləyir. Bax insə evə daxil oluram. Gördüyünüz kimi kürsülüdür, 4 kubik hardasa bax bura bu zonadır. Bura isə hamamıdır. 1,5 tonluq su bakı var. İndi isə deməli mən sizə mətbəxini göstərirəm. Bax mətbəxi 3-ün 4-dədir. Bax bu cürdür. Mətbəx mebel evdə qalacaq. Dediyim kimi kombi sistemidir. Polunu görürsünüz. İndi isə evə daxil oluram. Bax deməli bu zalın ölçüsü 8-in 4-dədir. Bax salı görürsünüz, bu cürdür. İndi isə deməli otaqlarda ikinci otaqlardan birini görürsünüz. Bax bu otaqların ölçüsü isə 4-ün 4-dədir. Belə bir həyət evinin qiyməti 55.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenə təkrar edirəm. Deməli bax bu həyət evi həqiqətən çox əla bir yerdə yerləşir. Yəni hər bir cəhətdən asfalta yaxındır, şəhərə yaxındır. Bu sözü mən konkretini deyirəm sizə. Özünüz də gələndə şahid olasınız. Bağışlayın. İndi isə yenidən mən sizə zalını göstərirəm. Bax belə sizlərə uğurlar.